Dostlar, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi, dövlət qulluğunda qanunvericilikdən mövzular üzrə sual-cavab formatında videolar çəkirəm. Bu gün isə dövlət dili haqqında qanundan sual-cavab videosu çəkəcəm. Qeyd edim ki, bu mövzuda olanların dərs izahının PDF-in mənim WhatsApp və Telegram qrupuma üzv olaraq əldə edə bilərsiniz. Həmin qrupların link hissəsini isə videonun aşağı hissəsində qeyd edəcəm. Gəlin başlayaq suallarımıza. İlk sualımız budur. Azərbaycan Respublikası dövlət dilini nə ilə əlaqələndirir və bu sahədə hansı məsuliyyətləri öz üzərinə götürür? Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayır. Onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır və dünya azərbaycanlıların Azərbaycan dili ilə bağlı milli mədəni özünü ifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. İkinci sualımız. Bəs deyir, qanunun əsas məqsədi nədir? Qanunun məqsədi Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləməkdir. Azərbaycan Respublikasının dövlət dili nədir və bu dili bilmək kimə aid? Dövlət dili Azərbaycan dilidir və bu dili bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Dövlət dili hansı sahələrdə istifadə olunur? Azərbaycan dili dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində istifadə olunur. Dövlət dili ilə bağlı Azərbaycan Respublikası hansı tədbirləri görür? Azərbaycan Respublikası dövlət dilinin işlənilməsi, qorunmasını və inkişafını təmin edir. Və onu da qeyd edim ki, uşaqlar, burada başqa tədbirlər də var. Əlbəttə ki, sadəcə birini yazmışam mən. Dövlət dilinin tətbiqi hansı qurumlarda və necə həyata keçirilir? Dövlət dilinin tətbiqi dövlət hakimiyyəti və ya yerli özünü idarə etmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, həmkarlar ittifaqlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəlik və filiallarında, idarələrdə bu qanuna uyğun olaraq, yəni dövlət dili haqqında qanuna uyğun olaraq həyata keçirilir və kargüzarlıq işləri də dövlət dilində aparılır. Dövlət dilinin tətbiqinə dair normalar kim tərəfindən müəyyən olunur? Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beynəlxalq təşkilatlar və xarici nümayəndəliklərlə yazışmalar hansı dildə aparıla bilir? Bu yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə, lakin Azərbaycan dilinə tərcümə olunmaq şərti ilə aparıla bilər. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı ilə bağlı dövlətin ümumi məsuliyyəti nədən ibarətdir? Ümumi məsuliyyət dövlət bu sahədə müxtəlif tədbirlər görməklə dövlət dilinin tətbiqinə, işlənməsinə, qorunmasına və inkişafına cavabdehdir. Dövlət dili ilə bağlı hüquq qaydaları necə müəyyənləşdirilir? Bu qaydalar Azərbaycan Respublikası Konstitusiyasına və müvafiq qanuna uyğun olaraq müəyyənləşdirilir. Dövlət dili ilə bağlı qanunvericiliyə riayət olunmasına necə nəzarət olunur? Dövlət dili ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunması təmin edilir və bu sahədə tətbiq nəzarət edilir. Dövlət dilinin inkişafı üçün hansı proqram nəzərdə tutulur və bu necə maliyyələşdirilir? Dövlət dilinin inkişaf proqramı hazırlanır və bu proqram dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət dilinin saflığının qorunması üçün hansı tədbirlər həyata keçirilir? Dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün şərait yaradılıb və dövlət dilinin saflığının qorunması üzrə tədbirlər həyata keçirilir. Dövlət dilinin işlənməsi üçün hansı infrastruktur yaradılır? Dövlət dili üçün zəruri olan maddi baza yaradılır. Xaricdə yaşayan azərbaycanlıların dövlət dilindən istifadə etməsinə necə dəstək verilir? Xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına və bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilir. Hansı mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılmalıdır? Dövlət hakimiyyəti və yerli özünü idarə etmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi və mərasim və tədbirlər dövlət dilində aparılmalıdır. Beynəlxalq səviyyəli rəsmi mərasimlər və digər ölkələrdə keçirilən tədbirlərə bu tələblər tətbiq olunurmu?
Xeyr, bu tələblər beynəlxalq səviyyəli rəsmi mərasimlərə və digər ölkələrdə keçirilən rəsmi mərasimlərə şamil olunmur. Azərbaycan Respublikasında təhsil hansı dildə aparılır? Əlbəttə ki, təhsilimiz dövlət dilində, yəni Azərbaycan dilində aparılır. Başqa dillərdə fəaliyyət göstərən təhsil müəssisələri qanunvericiliyə görə hansı tələbi yerinə yetirməlidir? Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. Ali və orta peşə ixtisas təhsili müəssisələrinə qəbul zamanı hansı fəndən imtahan verilməlidir? Azərbaycan dili fənnindən imtahan verilməlidir. Televiziya və radio kanallarının aparıcıları dövlət dilinə dair hansı tələblərə cavab verməlidirlər? Aparıcılar dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Dublyaj olunan filmlər və proqramlarda hansı tələblər gözlənilməlidir? Onlar dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. 23-cü sual. Əcnəbilərə xidmət göstərilən sahələrdə hansı dillərdən istifadə oluna bilər? Dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Reklamlarda digər dillərdən istifadə olunarsa, bu zaman hansı qaydalara əməl olunmalıdır? Xarici dildə olan yazılar dövlət dilindəki yazıdan sonra gəlməli və ondan böyük sahə tutmamalıdır. Malların üzərindəki etiketlər hansı dillərdə olmalıdır? Söhbət burada idxal və ixracdan gedir. İstehsal və ixrac mallarındakı etiketlər dövlət dili ilə yanaşı digər dillərdə də olmalıdır. İdxal olunan mallarda isə Azərbaycan dilinə tərcümə əlavə olunmalıdır. Yəni daha doğrusu belə deyək də, idxal edilən mallarda tərcümə ilə müşayiət olunmalıdır. Vətəndaşların adları, soyadları və atalarının adları hansı dildə yazılmalıdır? Dövlət dilində, yəni Azərbaycan dilində. Ad və soyadların dəyişdirilməsi necə həyata keçirilir? Bu proses müvafiq qanunvericiliyə əsasən tənzimlənir. İnzibati ərazi vahidlərinin adlarının yazılışı necə müəyyənləşdirilir? Dövlət dilinin normalarına uyğun yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. İnzibati vahidlərin adları xarici dildə yazıla bilərmi? Bəli, amma əvvəlcə dövlət dilində, sonra isə xarici dildə yazılmalıdır. 30-cu sual. Coğrafi adların dövlət dilində yazılışını kim müəyyənləşdirir? Məsul müvafiq qurum. Davam edirik. Coğrafi adların xarici dillərdə verilməsində hansı prinsiplərə riayət olunur? Azərbaycan dilində səslənməsinə və beynəlxalq yazılış qaydalarına uyğun olmalıdır. Dövlət dilini bilməyən şəxs hüquq mühafizə orqanlarında necə davranmalıdır? Qanunvericiliklə müəyyən olunmuş qaydada tərcüməçidən istifadə edə bilər. Notariat sənədləri başqa dildə tərtib oluna bilərmi? Bəli, şəxs başqa dildə istədikdə və notarius imkan daxilindədirsə, ya həmin dildə hazırlanır, ya da tərcümə olunur. Konstitusiya məhkəməsində işi anlamayan şəxsə nə təmin olunur? Bütün materialların bildiyi dilə tərcüməsi və ana dilində çıxış etmə hüququ təmin olunur. Məhkəmə prosesləri yalnız Azərbaycan dilində keçirilirmi? Əsasən dövlət dilində aparılır, amma müvafiq məcəllələrlə müəyyən edilən hallarda digər dillərdə də aparıla bilər. Yəni söhbət burada əlbəttə ki, mülki prosessual məcəllədən gedir. Yəni daha sonra keçək digərinə. İnzibati icraat hansı dillərdə aparıla bilər? Dövlət dilində və ya əhalinin əksəriyyətinin danışdığı dildə aparıla bilər. Əgər şəxs bu dili bilmirsə, ona tərcüməçi təmin olunur. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları hansı dildə aparılır və hansı xarici dillərdən istifadə olunur? Yazışmalar dövlət dilində aparılır. Zəruri hallarda dövlət dili ilə yanaşı müvafiq xarici dillərdən birində də aparıla bilər. İkitərəfli və çox tərəfli beynəlxalq müqavilələr hansı dildə tərtib olunmalıdır? İkitərəfli müqavilələr dövlət dilində də, çoxtərəfli müqavilələr isə tərəflərin razılaşdığı dillərdə tərtib olunmalıdır. Diqqətli olun, ikitərəfli müqavilələrdə dövlət dili də olur və əlavə dil də olur. Baxın, deyir dövlət dilində də, demir dövlət dilində. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və konvensiyalar nə zaman və necə təqdim edilməlidir? Dövlət dilində belə deyək, nəşr olunmalıdır. Dövlət dilinin normalarına hansı qaydalar daxildir və bu normaları kim təsdiq edir? Orfoqrafiya və orfoepiya normalara daxildir və bu normalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilir.
Dövlət dilinin orfoqrafiya lüğəti neçə ildə bir dəfə nəşr olunmalıdır? Bu, 5 ildən bir dəfədən az olmayaraq. Dövlət dilinin normalarına əməl etmək kimlər üçün məcburidir? Hüquqi, fiziki və vəzifəli şəxslər üçün. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası hansıdır? Latin qrafikalı Azərbaycan əlifbası. Nəşriyyat işində dövlət dilindən istifadə hansı əsaslarla həyata keçirilir? Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən. Dövlət dilində çap məhsulları hansı qrafikada buraxılmalıdır? Latin qrafikalı Azərbaycan əlifbasında. Ərəb və kiril əlifbalarından hansı hallarda istifadə oluna bilər? Xüsusi hallarda, məsələn, lüğətlərdə, elmi nəşrlərdə, ədəbiyyat göstəricilərində. Aşağıdakılardan hansı sənədlər yalnız dövlət dilində tərtib olunur və ya yalnız ölkə daxilində etibarlıdır? Doğum və nikah haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bilet və ölkə daxilində etibarlı olan digər rəsmi sənədlər. Hansı hallarda sənədlər dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib oluna bilər? Pasport, təhsil haqqında sənədlər və zəruri hallarda digər sənədlər üçün. Hansı qurumların adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır? Dövlət hakimiyyəti orqanları, yerli özünü idarə etmə orqanları, hüquqi şəxslər, onların nümayəndəlikləri, filialları və idarələr. Göstərilən təsisatların rəsmi atributları hansı dildə tərtib olunmalıdır? Söhbət lövhələrdən, blanklardan, möhürlərdən gedir. Əlbəttə ki, dövlət dilində. Dövlət dilinə qarşı hansı hərəkətlər bu maddəyə əsasən qadağandır? Gizli və ya açıq təbliğat aparmaq, dilin işlənməsinə müqavimət göstərmək və onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək. Bununla da uşaqlar biz 51 sualın izahına baxmış olduq. Onu da qeyd edim ki, digər qanunlardan olan sual və cavabları isə playlistdən baxa bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.